Əziz dostlar, hər birinizi salamlayıram. Deməli, mən bugün abituriyentlər üçün iki yaxşı qayda verəcəm, universal kod verəcəyəm. Bu kod onların işinə çox yarayacaq. Belə ki, test məsələ həllərində, ədədlər nəzəriyyəsinə aid məsələlərin həllində biz rastlaşırıq bir say sistemindən digərinə, xüsusən də istənilən say sistemindən onluq say sisteminə keçid, bir də onluq say sistemindən istənilən say sisteminə keçid kimi problemlərin həlli ilə rastlaşırıq. Yəni, məsələnin əsası konkret olaraq hansısa say sistemindən onluq say sisteminə keçmək olmasa da, əksər məsələlərdə, amma məsələnin təməlində yəni bu dayanır, bu proses dayanır ki, istənilən say sistemindən onluq say sisteminə keçid edilsin. Məsələn, fərz edək ki, belə bir şey deyir ki, 16-lıq say sistemindən 10-luq say sisteminə keçid edən proqram yazmaq tələbi gəlir. Belə bir məsələ qoyulur ki, deyir ki, klaviaturadan daxil edilmiş 10-luq say sistemində verilmiş ədədi 16-lıq say sisteminə çevirdikdən sonra alınan A rəqəmlərinin sayını tapan proqram yaz. Deməli, burada bizim işimiz nədən ibarətdir? Bizim işimiz 10-luq say sistemindən 16-lıq say sisteminə keçməkdən keçir. Yəni, qısası olaraq, əksər məsələlərin bazasında bu iki problem dayanır ki, istənilən say sistemindən 10-luq say sisteminə keçid, 10-luq say sistemindən istənilən say sisteminə keçid. Bunu birinci olaraq mən universal bir kod göstərəcəyəm. Bu kod 16-lıq say sisteminə qədər, 16-lıq say sisteminə qədər olan bir say sistemlərini əhatə edir. Yəni, 10-luq say sistemindən 16-lıq say sisteminə qədər olan istənilən əsaslı say sisteminə keçidi təmin edir. Ona görə də başlanğıc olaraq buradan yazaq ki, onluq say sistemindən istənilən sistemə keçid. Deməli, nə edirik? Onluq say sistemindəki ədədi qəbul edirik. Təbii ki, bu ədəd məlum olduğu kimi natural ədəddir. Sonra belə bir sətir qoyuruq. K bərabərdir. Bu say sisteminin rəqəmləri funksiyasını yerinə yetirəcək. Yəni, məsələn, tutaq ki, 16-lıq say sistemi isə 16-lıq say sistemin rəqəmləri nədir? 0-dan ta F-ə qədər. 2-lik say sistemi isə 2-lik say sisteminin də rəqəmləri bunun içərisində var. Tutaq ki, 8-lik say sistemi isə 8-lik say sisteminin rəqəmləri var. 12-lik say sistemi isə 12-lik say sisteminin rəqəmləri bax bu K dəyişənin içərisində var. Ondan sonra başlayırıq hamımıza tanış olan bu hissəni yazmağa. Bir dənə boş sətir qoyuruq. Bu sətir bizə lazım olacaq. Və belə bir şey yazdırıq. Nə qədər ki, n ədədi böyükdürsə 0-dan, fərz ilə 2-lik say sisteminə keçid edirik. Onda belə bir şey yazdırıq. Qalıqlar tərsə düzüldüyündən biz bilirik ki, riyazi olaraq bir say sistemindən, yəni onluq say sistemindən istənilən say sisteminə keçərkən sonuncu natamam qismət qalıq kimi götürülür və qalıqlar tərsinə düzülür. Ona görə də burada bu sətirlərin konkatenasiyasının toplanmasını biz tərsinə yerinə yetirəcək. Yəni, S bərabərdir. Birinci rəqəmi ayıraq, lap yaxşı olsun. Q bərabər, tutaq ki, 2-lik say sisteminə keçmək istəyirik. Faiz 2, sonra S bərabərdir. KQ üzərinə gəlinsin S, yəni tərsinə toplama. S-in qarşı hissəsini yapışdırılır. Və buradan da dövrün davam etmək üçün n bərabərdir. N bölünsün 2. Və yekun olaraq nəyə çap edirik? S-ə çap edirik. Məsələn, sadə bir hesablamaya baxaq. Tutaq ki, bizə belə bir ədəd verilib. Onluq say sistemində 7 verilibdir.
7-ni keçmək istəyirik ikilik say sisteminə. İlk dəfə ikilik say sisteminə bölünəndə qalıqlar hansı olur? 7 olmasın, lap yaxşı olar ki, bu 6 olsun, biraz fərqlilik olsun. Deməli, baxırıq, 6 sıfırdan böyükdürmü? Böyükdür. 6-nı 2-yə bölünəndə qalıq nə alınır? 0 alınır. Düz. Onda qeyd edirəm, bura 0. Kodun yəni izahını göstərir, amma o mənada bunu yazıram. 0. İndi K2, yəni K0. K0 neçədir? Elə 0-dır. Yəni burada qalıq nə alındısa, bax, burada həmin bir şey alınacaq. Bax, burada həmin bir şey alınacaq o indeksinə müraciət edəndə. Ona görə burada nə alındı? Burada alındı 0 üstəgəl S. 0 üstəgəl S-də 0-ın üstünə boş sətri gələndə eləyir 0. İndi tam hissədə burada nə oldu? Tam hissədə oldu 3. 3 sıfırdan böyükdürmü? Böyükdür. 3-ü 2-yə bölənə qalıq nə alınır? 3-ü 2-yə bölənə qalıq 1 alınır. İndi K1 Q-nun yerinə 1-dir. K1 nədir? K1 1-dir. Ona görə burada rəqəmləri qoymuşuq. İndi K1-in üstünə S-cə. K1 1 olduğundan S-də 0 qalıb. 1-in üstünə 0 yazdıq. Ona görə də 1 0. Sonra buradan nə oldu ikinci dəfə? İkinci dəfə 3-ü 2-yə böldük, düşdü 1. Gəldik bura. 1 sıfırdan böyükdürmü? Bəli. 1-i 2-yə böləndə qalıq nə eləyir? 1-i 2-yə böləndə qalıq yenə 1 eləyir. İndi yenə K1. K1 nə verir bizə? K1 1 rəqəmi verir. K1 1-in üstünə S-i gəlmək. S də bu qalıb. 1-in üstünə S-i yəni 1 0 gəlmək. 1 1 0 elə. Doğrudan da biz bilirik ki, onluq say sistemində 6 rəqəmi ikilik say sistemində 1 1 0-a bərabərdir. Yəni bax buradan nə oldu? Bu digər say sistemlərinə də onluq say sistemindən keçərkən eyni analoji olaraq kodun izahı verilir. Məsələn, gəlin yoxlayaq. Tutaq ki, 6-nın özünü yazım. 6 nədir? 1, 1, 0, 2-dir. 32 biz 1-ik, 1 arxasında 5 dənə 0-dır. 1 arxasında 5 dənə 0 düzgün hesablayır. Yox, əgər istəyirik ki, məsələn, 16-lıq say sisteminə keçək. Onda burada 2-nin əvəzinə nə yazacaq? 16 yazacağıq. Burada da 2-nin əvəzinə 16. İndi klaviaturadan say sistemini almadım. Mən əslində burada bir yeni dəyişəndə, məsələn, bir Z dəyişəni də almaq olardı ki, hansı say sisteminə keçmək istəyirsənsə, say sisteminin əsasını daxil et. Amma mən ümumi başa düşülən olsun, belə yazdım. Məsələn, tutaq ki, 170. 170 nədir? AA-dır. Yaxud 26, 26 16-lıq say sistemində nədir? 1A. Gördük, 1A kimi özünü göstərdi. Yaxud tutaq ki, 8-lik say sisteminə keçmək istəyirik. Onda burada nə yazacağıq? 8 yazacağıq. Bu hissədə də nə yazacağıq? 8 yazacağıq. Məsələn, biz bilirik ki, 9 rəqəmi 8-lik say sistemində 1-1-dir. Görürük 1-1-dir. 16 2-0-dır. Gördük 2-0-dır. Kimin oldu? Düşdü. 8-lik say sisteminə gələndə ancaq burada K2 nələr alına bilər? K2 indeksi ilə müraciət edəndə Q 0-dan 7-yə qədər rəqəmlər alınır və 0-dan 7-yə qədər rəqəmləri K sətrinə müraciət edəndə bax bu hissələrə nə olur? Müraciət etmiş olur. Yəni beləliklə bu onluq say sistemindən istənilən say sisteminə keçiddir. Sadəcə buradakı nələri dəyişmək lazımdır? Hansı say sisteminə keçiriksə onu burada qeyd etmək lazımdır say sistemin əsası. İndi əks prosesi görək. Bax bunu pozduruq. Yazırıq istənilən say sistemindən onluq sistemə keçid. Bunlar üçün alqoritmik başqa cür kodlar yazmaq olar. Məsələn, onluq say sistemindən ikilik say sisteminə keçmək üçün xüsusi funksiya da var. 8-lik say sisteminə keçmək üçün oct, x və s. Amma mən ümumi birin yazdım. Yəni çox üsullar yazmaq olar. Başqa metodlarla da yazmaq olar. Yəni siz videonu izləyəndə görə bilərsiniz ki, mütləq deyil qabaqcadan belə sətrə nə verək, say sisteminin rəqəmlərini verək. Başqa üsullarla da yazmaq olar. Amma mən bir ümumi bir üsul təklif etdim. İndi istənilən sistemlə onluq sistemə keçid. Deməli, istənilən say sistemindən onluq say sisteminə keçid etmək üçün yenə də ki, alqoritmik üsullardan istifadə edib keçmək olar. İndekslərlə müraciət etmək olar. Bayaqki kodun üstünə müəyyən dəyişiklik eləyib, yəni ədədi açıq yazılış formasından istifadə etməklə yazmaq olar. Amma mən imtahanda daha sürətli istifadə üçün bu videonu çəkməkdə məqsədim vaxt qazanmaq üçün istifadə olunan üsulu göstərmək. Bunun üçün biz hansı say sistemindəyiksə,
o say sistemindəki ədədi sətir tipində qəbul edirik. Məsələn, fərz edirik, ikilik say sistemindən onluq say sisteminə keçirik. İkilik say sistemindəki rəqəmi sətir tipində alırıq. Daha sonra bu funksiyadan istifadə edirik. Məsələn, k bərabərdir int funksiyasına. Int n ədədini yazırıq və ikilik sistemindən onluq say sisteminə keçiriksə, buradan bir vergüllə qoyuruq, arqumenti ayırırıq və buradan 2 yazırıq və nəticə etibarilə k-nı çap edirik. Aydındır. Məsələn, ikilik say sistemində biz bilirik ki, bu ədəd 7 verməlidir onluq say sistemində. Görürük ki, 7 verir. Yaxud ikilik say sistemində başqa bir ədəd mən yazıram. Bu ədəd 16 verməlidir. Görürük 16 verir. Başqa bir say sistemində, ikilik say sistemindən yox, tutaq ki, fərz eləyək ki, nədən keçirik? 8-lik say sisteminə keçmək, 8-lik say sistemindən 10-luq say sisteminə keçmək istəyirik. Onda burada artıq nə yazacaq? Burada sadəcə 8 yazacaq. Məsələn, 8-lik say sisteminin 1 rəqəmi biz bilirik ki, 10-luq say sistemində 9-dur. 8-lik say sisteminin tutaq ki, bu ədədi 10-luq say sistemində 80-dir. Yaxud məsələn, 16-lıq say sistemindən 10-luq say sisteminə keçməkdirsə, burada sadəcə bir dənə 16 yazırıq. 16 yazırıq. Məsələn, biz bayaq 170 ədədin AA kimi göstərmişdik. İndi mən burada AA yazanda bunu 170 kimi nə etməlidir? Göstərməlidir. Yaxud başqa cür kiçik A-da yazsaq biz bunu nə edəcək? Keçirmiş olur. Və yaxud 1A yazmışdıq, 1A-nı 26-nı 1A kimi çıxartmışdıq 1A. Mütləq deyil 2-lik, 8-lik, 16-lıq olsun. Elə bir şey deyil, məsələn 5-lik say sistemindən 10-luq say sisteminə keçid etmək istəyirsə, burada sadəcə 5 yazırıq. Tutaq ki, belə 5-lik say sistemində 1 ədədi 10-luq say sistemində 6-dır və bunu nə etdi? 6 kimi çıxartdı. İndi şifahi hesablansın deyənə mən kiçik ədədlər yazıram. 1-3 ədədi 8 kimi çapa verdi. Və beləliklə mən istənilən say sistemindən 10-luq say sisteminə keçid qaydasını dedim. Az öncə də 10-luq say sistemindən istənilən say sisteminə keçid haqqında danışdım. 10-luq say sistemindən istənilən say sisteminə keçidin nəticəsi bayaq mənim yazdığım kodda həmişə sətir olur. Yəni onu ədəd kimi istifadə edəcəyiksə, gərək sonda o S sətirinin ki içərisinə yığırdım, yapışdırırdım. Onda onu int eləyək, ədəd alsın. Amma burada int funksiyası ilə olduğu üçün, yəni istənilən say sistemindən 10-luq sistemə keçidin nəticəsi ilə ədəd kimi bizə nə olur? K dəyişəninə mənimsədilir. Doğrudan da bunun tipini biz yoxlasaq, ədəd olduğunu görə bilərik. Məsələn, tutaq ki, 1-3 daxil edirəm. Nə oldu? Class int, yəni int tipində olduğunu biz gördük. Və beləliklə mən hər iki universal qaydanı sizə təqdim etdim. Sağ olun, növbəti videolarda görüşənədək.